Türkiye müharibəyə başlayır. 2040-dan tam qadağan ediləcək. Türkiyə 2040-cı il yanvarın 1-dən etibarən tütün məhsullarının satışını tamamilə qadağan edəcək böyük bir qanunvericilik islahatı hazırlayır. Axar az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə təşəbbüs Hakim Ədalət və İnkişaf Partiyasının nümayəndələri tərəfindən Səhiyyə Nazirliyi ilə birgə hazırlanır və Avropa Birliyi ilə yaxınlaşma siyasətinin tərkib hissəsi kimi təqdim olunur. Qanun layihəsində yaxın illərdə tütün məhsullarının dövriyyəsinə nəzarətin əhəmiyyətli dərəcədə sərtləşdirilməsi planlaşdırılır. Belə ki, siqaret satışının nağd şəkildə həyata keçirilməsi qadağan ediləcək, bütün əməliyyatlar elektron nəzarət sisteminə keçiriləcək. Bundan əlavə, məktəblər, universitetlər, xəstəxanalar, dini obyektlər, idman meydançaları və çimərliklərin yaxınlığında siqaret çəkməyə məhdudiyyətlər tətbiq olunacaq. Eyni zamanda ictimai yaşa obyektlərinin açıq ərazilərində də siqaret qadağan ediləcək, yalnız xüsusi ayrılmış zonalarda siqaret çəkməyə icazə veriləcək və bu zonalarda qida və içki təqdim olunmayacaq. Yetkinlik yaşına çatmayanlara tütün məhsullarının satılmasına görə 6 aydan 1 ilə qədər həbs cəzası nəzərdə tutulur. Qanunu pozanlara həmçinin 5 milyon lirədən 10 milyon lirəyədək cərimələr tətbiq oluna və biznes fəaliyyətləri dayandırıla bilər. Layihəyə əsasən 2040-cı ildən sonra Türkiyədə tütün məhsullarının istehsalı, satışı və yayılması tamamilə dayandırılacaq. İranın tələbi rədd ediləcək, İsrail dayanmayacaq. Hazırda ABŞ və İran arasında 2 həftəlik atəşkəs elan olunub. Ancaq İsrailin tutduğu mövqe fərqlidir. Çünki yaxın şərqdə İranın proksi qüvvələri İsrail üçün təhlükə mənbəyi olmağa davam edir. Bu sözləri Axar Azza açıqlamasında politoloq Sədrəddin Soltan İsrailin Livana endirdiyi zərbələr barədə fikirlərini bölüşərkən deyib. O xatırladıb ki, Həmasın zəifləməsindən sonra İsrail hazırki şəraitdən istifadə edərək Hizbullahı da aradan qaldırmağa çalışır. İsrailin baş naziri Benyamin Netanyahu bildirdi ki, Hizbullahı axıra qədər təqib edəcək və sıradan çıxaracaqlar. İsrailin Hizbullahı sıradan çıxarmasını Livan hökuməti də müdafiə edir. Sadəcə Livan ordusu Hizbullah ordusunu sıradan çıxara biləcək gücdə deyil. Hizbullah isə İranın regionda kiçik formasıdır və həmin əraziyə de facto İran nəzarət edir. İran buna görə İsrail və Hizbullah arasında da atəşkəs tələb edir. Ancaq İsrail buna razı olmayacaq. Soltanın fikrincə İsrailin Hizbullaha qarşı keçirdiyi əməliyyatlara ABŞ qarışmır. ABŞ vitse-prezidenti James David Vance bəyan etdi ki, bu məsələnin ABŞ-İran mövzusu ilə əlaqəsi yoxdur. ABŞ və İsrailin bu müharibədə fərqli məqsədləri var, Hizbullah isə bir dövlətin ərazi bütövlüyünü təhdid edən siyasi hərbi qruplaşmadır. İran bununla İsrailə təzyiq etməyə çalışır. Onu da qeyd edim ki, İsrailin Hizbullaha qarşı keçirdiyi əməliyyatın ABŞ və İran arasında əldə olunmuş atəşkəsə mane olacağını düşünmürəm. Hizbullah dövləti də təmsil etmir, daha çox terrorçu təşkilat kimi tanınır. Odur ki, İran hökumətinin ABŞ-dan Hizbullahla bağlı tələb irəli sürməsi məntiqli deyil. Avropanın bu məsələyə müdaxilə etməyinə gəldikdə, yalnız Fransanın belə bir niyyəti ola bilər. Ancaq indiki şəraitdə Fransanın Livana hərbi müdaxilə edəcəyinə və Hizbullahı sakitləşdirə biləcəyinə inanmıram. Qısaca, İran təcrid olunacaq, Hizbullahın da Həmasın getdiyi yolu davam etməkdən başqa çarəsi yoxdur.